Ultrasəsdə hər şey normal görülürsə, doğuşdan sonra uşaqlarda hər hansı bir problem ola bilərmi və ya hər bir problem ultrasəs müayinəsi ilə görülə bilirmi? Hamilələrdə aparılan ultrasəs müayinəsi qızıl standart müayinə metodu hesab olunsa da, bu müayinə zamanı da hər bir problemin aşkar olunması 100% mümkün deyil. Bəzi anadan gəlmə ürək qüsurları, kiçik ASD-lər, VSD-lər, aorta korektasiyaları hamiləlik dövründə aşkar olunmaya bilər. Eşitmə və görmə problemlərini də ana bətnində diaqnoz etmək mümkün deyil. Ona görə də gərəkərsə yeni doğanlara eşitmə, görmə skrininq testləri aparılır. Bəzi metabolik xəstəliklər, genetik xəstəliklər, hormonal xəstəliklərin də ana bətnində diaqnostikası mümkün olmadığı üçün xüsusi analizlər vasitəsilə doğum sonrası diaqnoz olunurlar. Bunun üçün də daban testi və s. kimi analizlər tətbiq olunur. Autizm spektr pozğunluqları, bir sıra sinir sistemi xəstəlikləri, nitq və əqli problemlərin də təəssüf ki, ana bətnində diaqnostikası dövrümüzdə mümkünsüzdür. Struktur anomaliyaları verməyən bir sıra xromosom və genetik xəstəliklərin də ana bətnində diaqnostikası müəyyən çətinliklər yarada bilir. Mədə-bağırsaq sistemi, skelet sistemi, sidik cinsiyyət sistemi anomaliyalarının da bir çoxusu uşaqlarda yalnız doğuş sonrası diaqnoz oluna bilir. Ultrasəs müayinəsi çox dəyərli və informativ müayinə üsuludur. Bu müayinə nəticələrinin yaxşı olması əlbəttə ki, sevindiricidir. Lakin doğuşdan sonraki prenatal skrininq, pediatrik nəzarətin də vacibliyi xüsusi qeyd olunmalıdır.